Hamını salamlayıram, hamınız xoş gəlmisiniz. Mövzu klassik poeziya mənəviyyat xəzinəsi. Klassikus latın sözüdür, ən üstün, nümunəvi deməkdir. Klassik poeziya deyəndə ilk növbədə insanı özünə tanıdan, insanın sirlərini açmağa yardım edən ədəbi nümunələr, poetik söz sənəti nəzərdə tutulur. İnsan özünün, öz sirlərini bilmirsə, öz ruhunun mahiyyətinə vara bilmirsə, dünyanı varoluşu anlaya bilməz. İnsan və dünya identikdir. Kiçiyi bilmədən böyüyü bilmək mümkün deyil. İnsan da, dünya da göründüyü qədər deyil. Çox dərin və çox geniş anlayışlardır. Analogiya prinsipi var. Hər nə göydə varsa, yerdə var. Hər nə yerdə varsa, göydə var. Bu o deməkdir ki, kainatla insan yuxarı və aşağı eynidir. Pifaqor insanı mikrokosmos adlandırırdı. Kosmos nizam deməkdir. Kainat makrokosmosdur. Daha sonraki dövrlərdə, 12-13-cü əsrlərdə Şeyx İbn Əl-Ərəbi olub, onun Məkkə Vəhləri adlı fəlsəfi traktatı var. Orada o belə deyir: Allah insanı böyük həyatın ideyasını özündə cəmləşdirən nəcib xülasə şəklində yaradıb. Yəni insan kainatda nə varsa hər şeyi özündə cəmləşdirir. Və bizə ən yaxın olan Nəsimidir. Nəsimi belə bir beyti var. Hər nə göydə yerdə var, Adəmdə var. Hər nə ayda ildə var, Adəmdə var. Hər nə əldə üzdə var, Qəddəmdə var. Qəddəm yəni taledə, gələcəkdə. Haqq sözünü fəhm etməyən Adəmdə var. Kainat göy yerdir. Burada nə varsa insanda var. Hermes Trismegistin dediyi fikirdir. Əl cizgiləri xiromantiyadır. Bilirsiniz ki, Nəsimi həm də hürufi olub. Hərflərlə, elementlərlə, işarələrlə kainatı dərk edirdi. Üz cizgilərdə fiziognomiyadır. İnsanın taleyi onun özündə yazılıb, həkk olunub. Və haqqın sözlərini fəhm etməyən, anlamayan insanlar da var. Bir nəfər də deyim, qərbə gedək. Nikolay Bircəyev çox maraqlı filosof olub. O da eyni ideyanı biraz başqa şəkildə deyir. O deyir ki, insan üzvü aləmlə ilahi aləmin kəsişmə nöqtəsidir. Bədənimiz üzvü aləmdir, ruhumuz ilahi aləmdir və bu insanda birləşir. Və deməli, insan haqqında verilən bütün biliklər, ən fundamental biliklər, insanın sirləri haqqında və kainatın sirləri haqqında fundamental biliklərin mənbələrindən biri, birincisi demirəm, amma bəlkə də ikincisi klassik poeziyadır. Klassik poeziya deyəndə biz həm də təsəvvüf poeziyasını, yəni sufi poeziyasını nəzərdə tuturam. Çünki sufi poeziyasının dili ümumiyyətlə insan haqqında sirli biliklərin yerləşdirdiyi nümunələr nə ilə fərqlənir? Dilinin metaforikliyi ilə, dilinin rəmziliyi ilə. Nə üçün? Bütün insanlar ən dəyərli əşyalarını harda gizlədirlər? Ya mücrüdə, ya seyfdə. Metaforanı seyf kimi, yaxud mücrü kimi düşünək ki, bu böyük şəxsiyyətlər, insanlar, mütəfəkkirlər çox dəyərli, çox qiymətli fikirlərini sözlərin içərisinə qoyurdular. Və metaforaların, rəmzlərin tədqiqatı həm etnik, həm dini fəlsəfi, həm də universal düşüncə kontekstində aparıldıqda nəsə oradan götürmək olur. Və insan öz ekzistensiyasını başa düşmürsə, heç vaxt metaforanın ekzistensiyasını, yəni cövhərini anlaya bilməyəcək. Ona görə də Böyük Nizami deyirdi: gözün görmədiyi surət haqqında cəsarətlə söz demək rəva deyil. Sirri ahəstə söyləyən böyüklər fələyin sözlərini üst örtülü deyərlər. Açıq, cəsarətlə danışmaq sözü açıq deməkdir. Üst örtülü demək, ahəstə söyləmək isə metaforik dildə deməkdir, gizli şəkildə deməkdir. Metaforalar, rəmzlər məntiqi yolla ötürülməsi mümkün olmayan çox dərin və zərif yaşantıları ifadə edir. Və metaforanın kodlaşma keyfiyyəti imkan verir ki,
Müəyyən inkişaf səviyyəsində dayanan cəmiyyətin qəbul etməyə hələ hazır olmadığı biliklər açılmasın. Yalnız onlara işarə edilsin. Ümumiyyətlə, şərq müdrikliyində belə deyilir. Həqiqət haqqında xəbər verilməlidir, amma həqiqətin özü gizli saxlanılmalıdır. Nə üçün gizli saxlanılmalıdır? Qafil insanların, materialist insanların naşı, qaba münasibətindən qorumaq üçün. Həm əsəri qorumaq, həm də öz həyatını qorumaq üçün idi. Nizamidə maraqlı belə fikir var. Deyir, sən hələ özünün qəflətdə olduğundan qafilsən. Yəni, sən bu dünya həyatının yuxusundasan, qəflət yuxusundasan və bu yuxuda olduğundan xəbərin yoxdur. Elə bilirsən ki, sən hər şeyi bilirsən. Sokrat nə deyirdi? Həyatın sonuna yaxın deyir. Mən onu bilirəm ki, heç nə bilmirəm. İnsan çox bildikcə anlayır ki, heç nə bilmir. Nizami nəyi bizə yol göstərir, üsul göstərir? Deyir, bacardığın qədər ürəyini biliklə alovlandır. Baxın, ağlını demir ha, ürəyini biliklə alovlandır. Ürəyin biliyi ilə ağlın biliyi tam fərqli şeylərdir. Ağıl rasionaldır. Ağlın 5 qapısı var. Obrazlı desək 5 nökəri var. Görmə, eşitmə, dad bilmə, iyi bilmə, bir də lamisə, yəni toxunuş. Bu qapılardan gələn informasiyanı ağıl təftiş edir, araşdırır, analiz edir, sintez edir, nəticə çıxardır və ona uyğun hərəkətlər edir. Fiziki aləmi öyrənir. Amma metafizikada, yəni fizikanın ardı olan metafizikada ağıl köra zehindir. Ağıl onu bilmir, bilə də bilməz. O hissə irrasional sahədir. İrrasional nədir? İrrasional özünün həqiqi mahiyyətinə geri dönüşdür. Həqiqi mənini tanımaqdır irrasional yol. Rasional dünyanı öyrənir, irrasional insanın iç dünyasını öyrənir. Və yenə də Nizamiyə baxaq. Nizami bizə bir növ belə fənərlə yol göstərir. Deyir, özünü şərh edib özünü öyrən. Ol öz sirrinin, öz vicdanının sirrini açar. Belə mərifət qəlbə nur saçar. Mərifət özünü bilmənin nəticələridir, biliyidir. Özünü bilmə bilikləridir. Və o mərifətlə insan özünün həqiqi mahiyyətini vara bilər. İrrasional sahə az işlənən sahədir. Məktəblərdə təbii ki, bunlar öyrədilmir, ali məktəblərdə öyrədilmir. Bu, hər insanın özünün şəxsi igidliyi ilə, öz cəsarəti ilə mümkün olan bir şeydir. Və müasir sosial-mədəni həyat üçün varoluşun rasional dərki ilə bərabər irrasional dərki çox mühümdür. Əgər insan bu həyata nə üçün gəlib, nə üçün yaşayır, nə üçün hadisələr, yaxşı, pis, şirin, acı, bunlar nə üçün baş verir? Çünki yenə Hermes Trismegistin prinsiplərindən biri ritm prinsipidir. Yəni bizdə həyatımız necədir? Gah yaxşı olur, gah pis olur. Mən bunu saat sərgəcinə bənzədirəm. Sərgəc o kəfkir deyirlər də. Sərgəc fars sözüdür, sərbaşdır, kəc ayrı deməkdir. O sağa sola hərəkət edir və o saat sərgəcinin qolu bizim nəfsimizdir. Nəfs uzun olduqca amplitudalar çox böyük olur. Pis olur, yaxşı olur. Bədbəxt oluruq, sonra xoşbəxt oluruq, amma qala bilmirik bir hadisənin, bir halın içində. Nəfs qısaldıqca amplitudalar kiçilir. Son nöqtədə nəfs tamamilə arınanda biz səbatlı nöqtəyə giririk. Budur insanın həqiqi halı. Həqiqi hal insanın içindədir, ağlında deyil. Ona görə də böyük mütəfəkkirlər yalnız ağılla yaşamağın əleyhinə idilər. Böyük bir alim olub, psixoloq, analitik psixologiyanın görkəmli banisi, Sigmund Freudin tələbəsi Carl Gustav Jung. O rəmzləri, metaforaları rasional müstəvidə araşdırmağın və anlamağın tamamilə
əksinə idi. Kəskinliklə ona qarşı çıxırdı və deyir ki, müasir insan, onun bir əsəri var, Человек и его simvolu, insan və onun rəmzləri. Orada deyir, müasir insan anlamır ki, onun ilahi ideya və rəmzləri anlamaq bacarığını dəf edən rasionalizmi onu psixi cəhənnəmin hökmranlığına məruz qoyub. İnsan hər cür mövhumatdan, mövhumatı da dırnaqda verir. İnsan hər cür mövhumatdan azad olduğunu düşündüyü halda bütün mənəvi dəyərlərini itirdi. Bunun nəticəsi isə bütün dünya üçün acınacaqlı hal olan mənəvi aşılanmadır. Və biz bugün dünyanın mənzərəsinə baxanda həmin o mənəvi aşılanmanın nəticələrini görürük. Yer planetində gedən hadisələr, qırğınlar, insanların didişmələri. Çünki insanlar ağılları ilə görürlər, baxırlar. Lakin dünyanı rasional və irrasional müstəvidə araşdırmağın tərəfdarı olan insanlar, məsələn 20-ci əsrdə iki böyük alim, fizika üzrə Nobel mükafatı laureatı Wolfgang Pauli və Carl Gustav Jung, onlar dünyanı yalnız fiziki müstəvidə öyrənmənin qətiyyən əleyhinə çıxırdılar. Biri fizikdir, biri psixoloqdur. Psixi ruh deməkdir, ruh haqqında təlim. Onlar deyirlər ki, fiziklərin fiziki həyatı öyrənmələri, psixoloqların psixi həyatı öyrənmələri əslində vahid reallığa yanaşmanın müxtəlif üsullarıdır. Və onlar müxtəlif təcrübələr qoyurlar və gəldikləri nəticə belə olur ki, həyat və şuur hadisələri, ruh hadisələri yalnız fiziki müstəvidə öyrənilməli deyil. Necə ki, elm indi bu dəqiqə hər şey fiziki müstəvidə öyrənir. Fizika və ruh, fiziki olan və qeyri-fiziki olan vəhdətdə, sinxron tədqiq olunmalıdır. O zaman həyatın bütöv mənzərəsi açıla bilər. Və bu, onların nəzəriyyəsi tarixə sinxronluq nəzəriyyəsi kimi düşüb. Sinxronluq nəzəriyyəsinə görə konseptual olaraq bir-birinə yaxın olan, eyni zamanlıq çərçivəsinə daxil olan, lakin zahiri həyatda heç bir səbəbiyyət əlaqəsi ilə bir-birinə bağlanmayan bütün hadisələr ən dərin səviyyədə vahid həyatda mövcuddur, vahid reallıqdadır. O reallıq isə kvant reallığıdır. Bunu analoji olaraq belə düşünmək olar. Bir sevdiyiniz meyvə ağacı düşünün, kim hansı meyvəni sevirsə o ağacı düşünək. Çox qocaman bir ağacdır, yarpaqları, budaqları boldur, çoxlu meyvələri var. İşıq düşən, gün daha çox düşən tərəfdə meyvələr çox iri, sulu, qırmızı. Orada hardasa çardaq var, orada kölgədir. Meyvələr daha cılız, daha belə rəngi solğun və s. Aşağıda kök birdir. Biz deyirik yarpaqlar, budaqlar, meyvələr, bu çoxluq aləmidir. Bizim gördüyümüz çoxluq aləmidir. Kök kvant reallığıdır. Biz köklər demirik. Bir vahid həyat var, o da kökdür. Bizim həyatın kökü isə kvant reallığıdır. Bu mənada baxanda materiya ilə ruh, maddi ilə mənəvi vəhdətdə öyrənməlidir. Və müasir dövr alimləri, elə də çox deyil belə alimlər, ancaq var. Onlar da ruhla materiyanı vəhdətdə öyrənməyin tərəfdarlarıdır. Bunlardan da biri çox maraqlı bir alim, Rusiya Elmlər Akademiyası Nəzəri Fizika İnstitutunun baş elmi işçisi, fizika riyaziyyat elmləri doktoru, professor Mikhail Menski. Şuur və kvant mexanikası əsərində belə deyir. Deyir, bugün özünü din adamı hesab edən alim dinlə elm arasına xətt çəkir ki, onlar bir-birinə mane olmasınlar. Bununla da dinin mistik aspektinə elmi baxış yaratmaq cəhdi dəf olunur və problem həll olunur. Yəni, onun təklifi materiya ilə ruhu vəhdətdə öyrənməkdir. Biz mistika deyəndə insanlar çox vaxt belə xoflanırlar. Mistika elmi termindir, fəlsəfi termindir. Mənası sirli deməkdir. Və mistika əslində insanın öz daxilinə keçmə yoludur. Bu, məsələn,
İslam mistisizmi deyilir. Bu sufilikdir. Xristianlıqda var mistik təlimlər. Məsələn, katoliklərdə bu kvietizmdir, sükunət deməkdir. Pravoslavlarda isixazm, səssizlik. Bütün mistik təcrübələrdə insan susmalıdır. Tək ağzı ilə yox, beyni də susmalıdır ki, özü ilə tanış ola bilsin. Bu daotizmdir, bu buddizmdir, sırf mistik təlimdir. Hinduizmin özü açıq şəkildə mistik təcrübəni təqdim edir və onun şərhi olan Upanishadlar. Upanishadlar müəllimin ayağının altında oturmaq deməkdir. Baxaq, məsələn, sufi filmlərinə yəqin baxırsınız da, türklər çox maraqlı filmlər çəkirlər. Orada həmişə mürşid oturur yerdə, döşəkçənin üstündə, biraz hündürdə. Tələbələr çevrə üzrə otururlar, yarım çevrə. Niyə? Mərkəzdən çevrənin radiusları eyni olur kənarlarına. Yəni, bütün tələbələr müəllimlə eyni məsafədə oturmalıdır. Amma bugün məktəblərdə necədir? Partalardır. Və adətən müəllimlər əlaçıları burada otuzdururlar, dərsi onlara danışırlar, arxadakılar qalır elə belə öz başına. Müəllimdən qorxurlarsa susurlar, qorxmurlarsa orada öz işləri ilə məşğul olub danışırlar. Əfsuslar olsun ki, o qayda pozulub. Çevrə üzrə oturmaq, onda hər kəs özünü dəyərli hesab edir. Hər kəs o müəllimin ona danışdığını hiss edir. Humanist pedagogikanın intibahını, renesansını yaradan bir şəxs var, akademik Şalva Amanaşvili. O nə deyir? Deyir, məktəblərdə uşaqların başı biliklə doldurulmalı deyil, boş torbanı əşya ilə doldurduğumuz kimi. Uşaqların ağlı qəlbin işığına qərq olmalıdır. Qəlbi ilə ağıl ünsiyyətdə olmalıdır. Və deyir ki, uşaqlara məktəbdə fiziki aləmin qanunları ilə bərabər ilahi aləmin qanunları da paralel öyrədilməlidir. Çünki müasir texnologiyalar mənəviyyatsız adamların və mənəviyyatsız alimlərin əlində təhlükəli silahdır. Və biz bunun nəticəsini görürük hər zaman. Bizim mütəfəkkirlərdən də Hüseyn Cavid yada düşür. Hüseyn Cavidin bir maraqlı əsəri var. Əfsuslar olsun ki, insanlar ondan xəbərsizdilər. Məktəbdə keçilmir, ali məktəbdə də keçilmir. Həsbi hal, ürəkdən danışmaq, söhbətləşmək. Çox böyük əsər deyil. Orada məktəb haqqında, məktəbin quruluşu, tikilməsi, sinif otaqlarında işıq hardan düşməlidir, uşaqlar necə oturmalıdır, onurğaları düz olsun. Biz məktəbdə belə otuzdururdular, əlimiz arxada. Və nə deyir? Maraqlı bir, çox dəyərli fikri var. Deyir, millətin, cəmiyyətin sağlamlığının başlanğıcı məktəbdə qoyulur. O məktəbdə ki, 3 fənnin tədrisi, elmi həyat, elmi əxlaq, elmi ruh fənlərinin tədrisi eyni səviyyədə keçilməlidir. Baxaq, elmi həyat çox yaxşı səviyyədə keçirilir. Bütün fənlər elmi həyatdır. Coğrafiya, kimya, fizika, astronomiya, botanika, zoologiya, nə bilim, informatika, bütün dil dərsləri, hamısı bizim ünsiyyətimiz üçündür. Bu zahiri həyat üçündür. Elmi həyat bu fənlərdir. Elmi əxlaq, müəllim özü əxlaqlıdırsa, müəllim müdrikdirsə, şagirdlər müəllimi sevirlər, o zaman onu yamsılayırlar. Düzdür? Təqlid o nədir? Şagird də onu eləyir. Müəllim necə geyinir, müəllim saçını necə darır, onun üçün ideal olur. Elmi əxlaqda müəllimin şəxsiyyəti böyük rol oynayır və klassik poeziya həm elmi həyatdır, həm elmi əxlaqdır, həm də elmi ruhdur. Yetər ki, görmək istəyən göz olsun. Və mən indi sizə klassik poeziyada metaforalar çoxdur. Bir metaforanı diqqətinizə çatdırmaq istəyirəm. Klassik poeziyada zahirən, deməli belə olur, zahiri süjet, zahiri məna, bir də batini məna. Mücrünün içindəki qiymətli o nədirsə. Klassik poeziyada metaforalardan biri zülf, saç metaforasıdır. Və adətən biz institutda oxuyanda da bizə belə deyirdilər ki, yarın sevgilinin saçının gözəlliyindən danışırlar, onu tərif edirlər. Nəsimidə belə bir beyt var. Vəhdətin sirri silsilə yar zülfüdür.
mən bu zülfə bağlıyam, etməz rəha, xoşdur mənə. Rəha etməz, yəni bundan ayrılmaq mümkün deyil. Sanki gözəl bir sevgilisinin saçının tərifini verir, təsvirini verir, amma metaforanı açanda tam fərqli bir mənzərə açılır orada. Biz hamımız bilirik ki, bütün canlı və cansız hər nə varsa, hər şey kiçik hissəciklərdən, molekullardan ibarətdir. Molekullar bölünür atomlara, atomlar bölünür nüvə ətrafında hərəkət edən elektronlar, nüvənin içində proton və neytronlar, protonlar bölünür kvanta. Hələlik elm aləmində son səviyyə kvantdır. Kvarkı da kvant yaradır. Kvark kvantı yaradır. Və kvantın iki vəziyyəti var, zərrə və dalğa. 20-ci əsrin əvvəllərində Max Planck kvant ideyasını qoyub, nəzəriyyəsini, sonra iki alim, Werner Heisenberg və Niels Bohr bu nəzəriyyəni inkişaf elətdiriblər və maraqlıdır ki, onlar şərq müdrikliyi ilə kvant mexanikası arasında çox böyük oxşarlıq olduğunu deyiblər. Hətta Werner Heisenbergin belə bir ifadəsi var. Dünyanı dərk bardağından içilən ilk qurtum insanı ateist edir. Allah bizi bardağın dibində gözləməkdədir. 1968-ci ildə İtaliyalı fizik Gabriel Veneziano kvant simlər nəzəriyyəsini ortaya qoyur və bu nəzəriyyənin çox lakonik modeli belədir. Kainatda olan bütün fundamental hissəciklər və onların bir-birinə fundamental təsiri ultramikroskopik kvant simlərin titrəyişi ilə yaranır. Kvant simlər özü metaforadır, elmi metaforadır. Onun formasına görədir. Və bütün kainat təməldə, bayaq kök dedim, ağacın kökü. O kök olmasa ağac olmaz. Kvant olmasa bu dünya olmaz. İndi qayıdaq həmin beytə. Vəhdətin sirri silsilə yar zülfüdür. Burada silsilə sözünə semantik yük düşür. Silsilə sonsuz təkrarlanan həmin kvantın keyfiyyətidir. Mən bu zülfə bağlıyam. Yəni bundan qurtuluş yoxdur. Mən bunun içindəyəm. Nəsimi bu ideya necə gəlib çatıb? Növbəti beytdə açıqlamanı verir. Əhli aləm tək nə dövlət, nə dinar istərəm. Bir fəqirəm möhtəşəm. Fəqr-ü fəna xoşdur mənə. Yəni dünya insanları kimi, əhli aləm kimi, dinar o vaxt pul vahidi idi. Mənə dövlət, pul lazım deyil. Niyə? Bir fəqirəm möhtəşəm. Biz fağır sözünü, fəqir sözünü işlədirik. Fəqir yazığın biri, bacarıqsız, ya kimsə də hamıya aydındır. Uşaqlara da fağır deyirik. Uşaqların çoxu şuluq olur. O yaşda kimsə fağır ola bilir. O introvertdir. O bəlkə də çox şey bilir, amma özünü sakit aparır. Biz ona fağır deyirik. İsa Peyğəmbərin belə bir kəlamı var. Uşaq qədər saf olmayanlar Tanrının padşahlığına girə bilməyəcəklər. Bir fəqirəm möhtəşəm. Burada həmin uşaq qədər saf olmanın metaforasıdır. Mən möhtəşəm fəqirəm. Kasıb yazıq, kasıb mənasında deyil. Yəni nəfsindən arınmış bir insanam. Fəqr-ü fəna xoşdur mənə. Fəna termini sufilərdə eşq yolçuluğu, mistik təcrübədə ona seyr illəllah deyilir. Allaha doğru səyahət. O mərhələli yoldur. Çoxlu mərhələlər var, amma 7-sini əsas götürürlər. Nəfs-i əmmarədən başlayır, sonra nəfs-i ləvvamə gəlir, nəfs-i mülhimə, mütməyinə, nəfs-i raziyə, nəfs-i mərziyə və nəfs-i kamilə. Buna nəfs-i safiyə də deyirlər. Həmin o saflıq vəziyyətidir. Bu halda nəfs tamamilə fənaya uğrayır. Buna fənafillah deyirlər. Və bundan sonra yeni mərhələ başlayır. Buna seyr fillah, Allahın içində həyat, səyahət adlanır. Və Nəsimi deyəndə ki, bir fəqr-ü fəna xoşdur mənə. O fənasını yaşayıb, tamamilə nəfsindən arınıb, o yanış halına girib. Və o halda kainatın bütün energetik strukturu görünür insana. Ona görə o vəhdətin sirrini aça bilib. Kvant mexanikasında
bayaq dedim, zərrə halı da var və Nəsiminin bir qəzəlində bir misra belə gedir. Zərrə kimi, sənin zülfündə zərrə kimi yox oluruq biz. Həmin zərrə, kvantın zərrə halına işarə eləyir. Sonra kvantlarda belə bir ideya da var. Kvant simlərindən biri məhvərini dəyişərsə, kainat yerlə yeksan olar. İndi baxaq, Nizami nə deyir? Deyir, bütün aləm sənin saçların kimi qarmaqarışıq olar. Əgər sənin saçlarından bir tük əskik olsa, yəni, əgər sevgilinin saçından danışırsa, orada bir tükün yox olması elə bir böyük hadisə deyil. Amma kvantdan bir milin, simin yox olması bütün kainatı darmadağın edər. Kvantda bir məsələ də var, aromat deyirlər, kvantın aromatı. Sanki ətir deyil, deyirlər, onu fərqləndirən nəysə bir xüsusiyyətdir. Bəlkə fiziklər burada var, məndən daha yaxşı bilərlər. Hələ o məsələ tam aydın deyil alimlərə. Amma Nəsimi deyir, əmbərfəşan saçınla şol günü bulmuşam ki, aləmdə onun adı la ibtida əzəldir. Əmbərfəşan saçın ətri, əmbərfəşan ətir saçan. Saçınla elə bir günə çatmışam ki, gün deyəndə zaman yer planetində vektorialdır. Kainat sistemində, energetik sistemdə skalardır. Bir-birinin içindədir və ora girib elə bir məqama çatmışam ki, la inkarlıq ərəbcə ibtida, başlanğıcı olmayan, əzəli olanı tapmışam həmin kvant səviyyəsində. Metaforaları açdıqca biz görürük ki, alimlər eksperiment yolları ilə nə qədər illərlə məşq eləyirlər, nəysə bir şey tapırlar və onlara Nobel verilir. Ruhunu tanıyan, oyanmış insanlar ani olaraq o hala girib bir şeylər təqdim edirlər, onların ya başı gedir, ya həyatları yox olurdu. Amma biz özümüz onlara minnətdarıq ki, bizə bu qədər gözəl informasiyalar verir. O qədər maraqlı şeylər var, ondan da çoxunu hələ başa düşmək mümkün deyil. Amma mən düşünürəm ki, biz klassik poeziyanı zövq xətrinə yox, bilik xətrinə oxumalıyıq və bu ürəyin biliyi olmalıdır. Mən sizə bir metafora haqqında danışmaq üçün əvvəlcə epifiz vəzisindən biraz məlumat verəcəm. Epifiz insanın daxili sekresiya vəzilərindən biridir. Sağ və sol beyin yarımkürələrinin arasında yerləşir. Böyrək üstü vəzilərdən sonra ən çox qanla təchiz olunan vəzidir. 5-8 millimetr həcmində, 100-180 milliqram çəkisində, yuxarıdan aşağıya oval şəklində, fındıq formasında, üstü qırmızı boz maddə ilə örtülü. İçərisi son məlumatlara görə, son deyəndə bir 20-30 il bəlkə olar, gözün ağ qışasının retina, göz toxumaları ilə identik olan içərisi o toxumalardan ibarətdir və az öyrənən vəzidir. 3 hormon ifraz edir. Melatonin, serotonin və dimetiltriptamin. Melatonin gecə gündüzü tənzimləyən hormondur. Yəni o qaranlıqda ifraz olunur. Serotonin xoşbəxtlik hormonudur. Dimetiltriptamin isə deyirlər mistik yaşantıları tənzimləyən bir hormondur. Onu çox öyrənməyiblər. Epifizi ilk dəfə kəşf edən eramızın 2-3-cü əsrində yaşamış təbib Qalen olub və bu adı bu vəziyə verən odur. Corpus pinealis tərcümə olunur küknar qocası. Qədim Misir freskalarında sol tərəfdə freskadır, göz. Bu şəkli biz çox görmüşük. Sağ tərəfdəki insan beynindəki həmin epifiz. Misir freskalarındakı o şəkil, hətta fincanlar da indi belə buraxırlar üzərində bu epifiz vəzisi. Rusiya Elmlər Akademiyası Baş Beyin İnstitutunun direktoru Svetoslav Medvedev, akademik, deyir ki, epifiz
insan beynində maddi ilə mənəvinin, idealın arasında olan interfeysdir. Interfeys ara sahədir. Deməli, idealla maddini əlaqələndirən bir şeydir. Tarixən təbiblər bunu bilirdilər. René Descartes olub, fransız filosof, fizioloq, riyaziyyatçı. O deyirdi ki, epifiz canın əyləşdiyi taxtdır. Həmin fikri Leonardo da Vinci də deyirdi. Canın yeri epifizdir. Biraz bizə məmalı gəldi. Biz canı burada düşünürük. Onlar orada deyiblər. Amma biraz Nizamiyə baxsaq, Nizami deyir, bura düşəndə təfəkkür başlanır. Ağıl qəlbə enəndə təfəkkür başlanır. Nizami dövründə təfəkkür yaradanı düşünmək, Allahı zikr etməkdir. Həqiqi zikir ağılda ola bilməz. Ağıl qəlblə birləşəndə ağıl sükunətə girir və bəlkə bir hissə oradadır, bir hissə buradadır. O puzzle'ları birləşdirəndə bütöv bir şey yaranır. Bu cürdə düşünmək olar. Quranda bir Qaf surəsinin 16-cı ayəsində biz ona şah damarından yaxınıq. Şah damar buradırsa, bu şah damardan daha yaxındır. Bunu da üzərində düşünməyə dəyər. Ağıl qəlbi ilə də təfəkkür başlanır, zikr edir. Zikr vaxtı yavaş-yavaş bəsirət açılır. Niyə? Ağıl nəfsdir, nəfsin alətidir. Ağıl işlədikcə biz yalnız maddi dünyanı biləcəyik, görəcəyik və s. Ağıl dayananda, ağıl sakitləşəndə yuxuya, biz yuxu vaxtı çox adam gecə yata bilmir. Niyə? Çünki ağıl işləyir. Keçmişi, gələcəyin həyəcanları bizi yuxuya getməyə qoymur. Nə vaxt biz yuxuya gedirik? Ağıl sakitləşir, qəlbə inir. O zaman insan yuxuya gedir. Deməli, ağıl bizi bu dünyaya bağlayan ən güclü alətdir. Deməli, burada bir şey var ki, o qəlblə birləşə bilir. Rasional ağıl qəlblə birləşə bilməz. Hansısa bir şey var ki, irrasional bir şey. O qəlblə birləşən bir şeydir. Interfeys, epifiz. Epifiz fəaliyyət. Və epifiz qabığı açılanda o ağaran retina, onda oyanış baş verir. Roma papasının Vatikandakı mərkəzi meydanda həmin epifizin heykəli var. Onlar daha yaxşı bilirdilər. Şişkovidnaya tela deyirlər. Gəlin Nizamiyə baxaq. Leyli Məcnun oxuyanlar bilir. Məcnun çöllərə düşür. Yemir, içmir, Leylinin həsrəti ilə. Zeyd, onun dostu, gəlir çölə, Məcnunun yanına və onu yenidən ailəsinə, cəmiyyətə, insanların yanına qaytarmaq üçün dilə tutmağa başlayır. Ki, nə bu divanəlikdir, nə üçün buradasan, gəl qayıt, mən də, o da Zeynəbi sevirdi, amma mən yenidən qayıtdım, yeyirəm, içirəm, sən nə günə qalmısan? Məcnun deyir, nə üçün mənə divanə deyirsən? Mən divanə deyiləm, mən div tutanam, onlar divanədirlər. Burada div metaforası, div nəfsin metaforasıdır. Nağıllardakı divlər nə edirdilər? Qoyun sürülərini yeyirdilər, çayları içirdilər, doymurdular. İnsan nəfsi də həmin o divdir ki, dünyanı zəbt eləmək istəyir, hər şeyi özünə istəyir. Və ona görə divanə sözünün kökündə də div sözü var. Və burada Nizami biraz da söz oyunu ilə məşğul olub. Deyir ki, mən divanə deyiləm, div tutanam. Yəni, nəfsimi arıdanam, nəfsimi təmizləyirəm bu üzlət həyatım vasitəsilə. Onlardılar div, çünki onlar nəfslərinin köləsidirlər. Avestada div sözü, div metaforası işlənir. Orada belə bir misra var. Biz deyir, aşa odumuzu, yəni ilahi od mənasındadır. Aşa odumuzu, yəni nurumuzu divlərin məkanına göndərdik. Divlərin məkanı bizim bu maddi dünyadır. Odumuzu göndərdik ki, insanlar oyana bilsinlər. Və Zeyd başlayır nəsihət eləməyə, Məcnun hirslənir, saxlayır onu və deyir, xoşa gələn vasitə olan bu vəziyyət, yəni mənim indiki halım, qafillər gözündə rədd olunasıdır. Yəni, nəfsində yaşayan div xislətli insanlar məni qəbul eləmirlər.
Mənim öz halımdan şikayətim yoxdur. Çünki bundan asudə bir mənzil yoxdur. Dünyanın içi onu sıxır, burada ona asudəlikdir. Bu fındıq şəkilli, baxın epifizin təsviri gedir. Fıstıq rəngli, fıstığın içi qırmızı boz rəngdədir. Mənim başımın qozasına daş vurdu. Yəni dedi ki, canın məğzi olan sənin başın, həmin René Descartes-in dediyi fikirdir. Canın məğzi olan sənin başın, bəlkə də canın bir hissəsi ilə bura bayaq dediyim kimi o əlaqəni deyir. Sümük zirehi, baş epifizə layiq deyil. Epifiz açılmalıdır ki, insan oyansın. Baş materiyadır. Epifiz ilahi ideyanı, ilahi enerjidir. Mən badam içi kimi qırmızı qabıqdan çılpaq olanda, soyulanda, yəni qabıq atılanda ağarıram. Epifizin tam təsviridir. Məncə biz klassik ədəbiyyata daha ciddi yanaşmalıyıq, daha elmi faktlar, daha çox elmi faktlar əldə edə bilərik. Çox düşündürücü məsələlər var. Məsələn, nəfsin o qədər metaforası var. 7 gözəldə, məsələn, Bəhram Gur əjdahanı öldürür, nəfsin ilk səviyyədə. Sonra 7 gözəl, hamısı mistik təcrübənin təsviridir. Altda gedən süjet tam fərqlidir üstdəki süjetdən. Və Gur ovlayırdı. Ümumiyyətlə, sufi ədəbiyyatında, tək sufi ədəbiyyatında deyil, bütün mistik təcrübələrdə, hətta qərb yazılarında da at, gur, sürətlə qaçan heyvanlar nəfsin sürətini ifadə edir. Div, əjdaha nəfsin həcmini ifadə edir. Deyir, Bəhram Şah çöldə gur ovlayırdı. Gur və ahu. Ahu şəhvətdir. Qadın ehtirasıdır. Gur ümumiyyətlə nəfsdir. Deyir, o ahu öldürürdü. Amma öz bədənindən, yenə filoloji tərcümədən söhbət gedir, bədii tərcümədə bunlar yoxdur, atılıb. Ahu öldürdü, amma öz bədənindən. Əgər canlı, ahu bilirsiniz də, ceyran kimi bir gözəl bir heyvandır. Cüyür də ola bilər. Öz bədənindən öldürmək nə deməkdir? Yəni, nəfsini öldürürdü. O, özünü təmizləyirdi. Və sonra o tamam başqa bir mövzudur. Çox uzun olacaq. Məncə bu qədər. Hələlik. Dünya bəzəkli bir qəsr. Sən də ora 2 daş hör. Dünyaya bağlanma, bəsdir. Özünü tap, özünü gör. Sevənlərin sözlərində, körpələrin gözlərində, itənlərin izlərində özünü tap, özünü gör. Şaxtanın qar naxışında, baharın gül yağışında, aşiqlərin baxışında özünü tap, özünü gör. Söyüd suya əyləndə, göy buludla əylənəndə, çiçək şehə sevinəndə özünü tap, özünü gör. Müdriklərin kəlamında, duaların məramında, dilsizlərin salamında özünü tap, özünü gör. Torpağa eşq əkiləndə, qorxular yan çəkiləndə, gözdən inci töküləndə özünü tap, özünü gör. Bədən əzaların bilir, ruhu yaddaşından silir, ürəkdən ki işıq gəlir, özünü tap, özünü gör. Ağıl qəlbə yeniləndə, sükuta açılar pərdə, düşməmək üçün yeni dərdə özünü tap, özünü gör. Çarəsiz birisin görsən, çörəyi onunla bölsən,
Qəlblərə nur payı versən, özünü tap, özünü gör. Kəpənəyin qanadında, indinin tam zamanında, həyatının hər anında özünü tap, özünü gör. Atomlarda, zərrələrdə, planetlərdə, kürrələrdə, daş yollarda, dür dənədə özünü tap, özünü gör. Həqiqətin məcrasında, sükunətin səhrasında, iki nəfəs arasında ruhunu tap, özünü gör. Mənəmliyi yıxmısansa, gözləntidən çıxmısansa, zər tacını taxmısansa, içinə bax, ruhunu gör, özünü tap, özünü gör.